Müğənni Sevda Yahyayeva həftənin qonağı verilişində həyat yoldaşı Zakir Bayramovla necə tanış olmalarından danışıb. Axşam.az xəbər verir ki, Instagramda tanış olduqlarını bildirən ifaçı, həyat yoldaşının ilk yazdığı mesajın onu cəlb etdiyini açıqlayıb. Zakirlə Instagramda tanış olmuşuq. Məni efirdə görmüşdü. Mənə dedi ki, maraqlı gəlmişdim mənə və sanki kimsə söylədi ki, götür ona yaz. Salam, necəsiniz sözü mesajda yox idi. Heç vaxt açıqlamamışam bunu. Bu sirrim idi, 5 ildir gizli saxlayırdım. Salamsız birbaşa mətləbə keçmişdi. Adım Zakirdir, gəlin cəhd edək, bəlkə alındı deyə yazmışdı. Əslində sadə bir mesaj idi, amma diqqətimi çəkdi. 3 gün sonra ona cavab verdim. Düşündüm ki, necə fərqli adamdır. Səhifəsi açıq idi, girib baxdım. Dedim ki, nə yaraşıqlı adamdır, helikopterlə uçur, kanyonda gəzir. Mən də yumorla cavab verdim. Sonra dostlarımızla birgə görüşdük. Görüşə rəfiqələrimlə gedirdim, dedi ki, onlar tək görüşək, sənə sözüm var. Hər ikimizdə evlilik məqsədi var idi, görüşməzdən əvvəl neçə ay danışmışdıq, fikirlərimiz ciddi idi. Qeyd edək ki, cütlüyün Ayla və Aida adında 2 qız övladı var.